amma uşaqlığını əlindən almadan. Bu necə baş verir? Biz kiçik yaşda olan uşağın istəyirik kişi kimi olsun, özgüvənli olsun və nə edirik? Onun uşaqlığını əlindən alırıq. 2-3 yaşında uşağı artıq elə bir enerji yükləyirik ki, o uşağı görəndə uşaq enerjisi yox, böyük bir 30-40 yaşlı atanın enerjisini və yaxud da ki, ananın doyumsuzluq olan o uşaqlıq enerjisini alırıq. Bu necə baş verir? Məsələn, kiçik yaşlı uşağa biz baxırıq, görürük ki, uşaq deyil də. Burada 3 yaşında, 2 yaşında bir uşaq yox, və yaxud da 5 yaşında bir uşaq yox, hətta 10 yaşındakı bir uşaq yox. 10 yox, 40 yaşında bir kişi görürük qarşımızda. 5 yaşında yox, 30 yaşında bir qadın görürük, ananın enerjisi var. Sonra 2 yaşında uşağa baxırsan, deyirsən ki, bunun 2 yox, 15 yaşı var. Müxtəlif yaş, öz yaşına uyğun olmayan davranış və enerji yayır uşaq. Bu necə baş verir? Valideyn uşaqlığı normal keçməyəndə, uşaq olmayanda, uşaq olaraq, uşaq olduğum üçün bu problemləri yaşamışam. Böyük olsaydım, məsələn, böyüklərə gücüm çatardı və mənə onu yaşatmazlar. Məsələn, uşaq vaxtı valideynin doyumsuzluğu olur. Məsələn, hər hansı bir əşyanı almaq, oyuncağı almaq, o valideyn ki, uşaq vaxtı, məsələn, hər hansı bir oyuncağı almaq üçün, əldə edə bilməsi üçün, valideynin onu aldıra bilməsi üçün bir gücü lazım idi. Bir böyük enerjisi olsaydı, onu qışqırsaydı, vursaydı, tələb etsəydi, böyük enerjisi də, yəni uşaq olmasaydı, onu tez əldə edə bilərdi və yəni ondan məhrum qalmazdı. Bu insanlar böyüyəndə daha çox doyumsuzluqları olur, hər zaman heç çatmır. Ona görə də onlar öz uşaqlarını, uşaq olmasına icazə vermir şuuraltıda. Uşaq olarsansa istədiyini əldə edə bilməzsən. Uşaq olmağını qəbul edə bilmirəm. Hər zaman belə hökmran ol, vur, yığ, istə, qışqır. Hər zaman başqasına cavab qaytar, acıdil ol, hökmran ol, güc ol. Sən bu zəifliyin əlaməti. Zəif olan insanlar hər zaman başqasına güclü olduğunu sübut etməyə çalışır. Sübut etmək isə ən böyük sənin çatışmamazlığındır, doyumsuzluğundur. İnsan özünə nəyisə sübut edibsə, başqasını sübut etməyə, göstərməyə ehtiyac duymur. Özü ilə doyan insan başqasına onu göstərmir, göstərməyə ehtiyac duymur. Doyum olanda insan bitirir hər şeyi. Uşaqda uşaq enerjisi olmayanda nə olur? O uşaq öz yaşına uyğun həyat yaşamayan, məsələn 4 yaşında uşaq görür və baxırsan ki, 4 yox, 17-18 yaşda olanın davranışları nedir? Buna valideyn bu enerji yüklədiyinə kim görə və yaxud da o uşaq böyüklərlə daha çox oturub durduğuna görə, bu uşaq öz uşaqlığını yaşamadığına görə gəlir yetkin yaşına çatır. Məsəl üçün, hal-hazırda 5 yaşlı uşağın 35 yaşlı atasının hərəkətini edirsə, məsələn, atanın deyək ki, 35 yaşı var, 40 yaşı var, 10 yaşlı uşaq 50 yaşlı bir kişinin davranışını edirsə, bu insan 50 yaşına çatında artıq bir növrə formalaşır. Bu yaşda da davam edir. Məsələn, ən yüksək hansı yaş göstərirsə, indiki yaş. O yaşdan sonra geriyə gedir. Məsələn, uşaqlaşır, uşaq davranışları edir. Baxırsan ki, 50 yaşındakı bir kişi düşüncə tərzi, davranış tərzi deyil də. Bu normal insan, normal yetkin bir kişinin və yaxud da yetkin bir qadının davranışı deyil. Artıq o şuuraltı döyür deyə o yaşdan, yetkin olmaqdan. Kiçik yaşın, məsələn, geyim tərzinə baxırsan ki, bu yetkin yaşın, bu yaşın geyim tərzi deyil, görünüşü bu yaşın geyim tərzi deyil. Məsələn, qadınlarda nə olur? Daha çox yaşını gizlətmək istəyir, geyim tərzinə daha da və yaxud da köklüyündən, arıqlığından daha da kiçik yaşa girmək istəyir. Çünki o yaşdakı yaşadığı doyumsuzluq, yaşaya bilmədiyi, geyə bilmədiyi, gəzə bilmədiyinin geriyə gedir. Şuuraltı avtomatik geriyə aparır. Bəli, bu pisdir, yox. Pis də deyil. Çünki yaşamadığını geriyə mütləq yaşamaq istəyirsən. Amma bu normal olardırsa, səndən asılı olmadan olubsa, məsələn, xarakter dəyişikliklərində bunu dəyişmək mümkündür. Məsələn, sən əgər geyim tərzini, yaşını, qadın olaraq deyək də, məsələn, 3 yaşlı qıza baxırıq, deyirik ki, bu elə bilirsən ki, ana ilə, böyük bir qadınla ünsiyyət eləyirsən də, uşaqla yox. Bu uşağın, məsələn, anada olan bütün kin,
nifrət, paxıllıq, hamısı deyirləri uşaq evin güzgüsüdür, ata-ananın güzgüsüdür. Kin, nifrət, bütün bir şey baxırsan ki, 4 yaşlı uşaqda var. Ünsiyyət qura bilmirsən. Və bunu uşaqdan götürmək mümkündür terapiyalarda. Amma valideyn bunu götürmədi, yenidən eyni şeyi, enerjini yapışdıracaq uşağı. Yəni bu dəyişmir. Valideyndə nə olur? Valideyn məsəl üçün 40 yaşı var, 50 yaşı var. İstəyir ki, görsənsin. Hər zaman hər kəs istəyir cavan, gözəl və yaşlı görsənməsin. Biz bunun qarşılığında nə edirik? Yəni normal təbii yollarla bunu əldə etmək yerinə qeyri-təbii yollarla əldə edirik. Gözəllik olsun, geyim olsun. Yəni qeyri-təbii geyim necə olur? Başqasına baxaraq, sənə aid olan yox, başqasına uğurlayaraq enerji tərsi. Məsələn, baxırsan, görürsən, filan kəs belə geyinir, gəzir, görsənir, amma sən özünə uyğununu seç ondan. Onunkini uğurlayaraq yox. Və qeyri-təbii olduğuna görə sənə bunu cəza gəlir, enerji cəza eləyir. O insan görəndə, biləndə, baxır, o insan özünü görür, səni yox. Bu enerji uğurluğudur. Yəni bir insana baxanda sən onun özünü yox, öz görünüşünü görürsənsə, o sənin enerji uğurluyur. Və gec-tez o həmin insanda o sıfırlanır və daha dibə depressiyaya batır. Bu negativ yolla əldə etməkdir. Məsələn, sən bax, o insanın görünüşündə, xoşuna gəldi, o onun özünə görə. Amma sən onun yerində olsan, o görünüşdə ola bilməzsən və o effekti verə bilməzsən. Bəzən belə bir şey də eşidirəm ki, yəni belə koçlar, moçlar belə bir şeylər edirlər ki, bahalı görsənmək istəyirsənsə, filan marafona qoşul, nə et? Baxın, hər hansı bir şey qoşulmaqla bu sadəcə pul tələsindir. Bunu edərək sən bahalı görsənə bilməzsən. Bahalı görsənmək üçün sənin o enerjin olmalıdır. Uğurluq enerjisindən məhrum olması. Sən o kəsin o paltarını sən də gedib alıb geyinə bilərsən eynisini, amma sən onu kim görsənə bilməzsən. Sənin o paltar, eyni marka, eyni qiymət, sən bahalı geyindiyin halda səndə sənin enerjinə keçdiyinə görə sənin enerjini yayır. Yəni ona görə bahalı almaq, marka almaq sənin enerjinin dəyişmir. O zaman sənin enerjin dəyişdiyi zaman o geyim səninlə bərabər olur ki, sən negativ enerjilərdən uzaq olursan. Uğurluq, nifrət, paxıllıq, pisliyi arzulamaq, kimisə sahib olduğunu, arzularını uğurlamaq, özünkiləşdirmək, pislikləri, ancaq pisliklərlə məşğul olursan. Bu enerji nə qədər geyin, nə qədər gəz, nə qədər al, nə həzz verməz, nə sənə lüks enerjisi verməz, nə bahalı göstərməz, nə də səni pullu göstərməz. Yəni istənilən əşya, geyim, marka, sən nəsənsə ona uyğunlaşır, sənin enerjinə daxil olan kimi onu göstərir. Məsələn, baxırsan, insanın çoxlu pulu var, amma o enerjini yaymır, kasıblıq enerjisidir. Çünki qıtlıq bilincindədir. Kasıblıq enerjisində olduğuna görə o hansı evdə yaşasın, hansı maşın alsın, hansı evi alsın, hansı şəraitdə yaşasın, o insan daim pul çatmır. Çünki pulum yoxdur deyən insan, pul çatmır deyən insan başqasının pulunda, uğurluq enerjisində yaşadığı üçün daim qıtlıq enerjisindədir. O insanlar heç vaxt utanmırlar pulum yoxdur deməkdə. Pulu olan insan daim, əlində olmasa belə enerjisində pul olan insan, daim enerji ona pul, yəni pul enerjiyə çevirir, enerji pula çevirir. Yəni bunlar bərabərdir. Əsas önəmli isə enerjidir. Enerjisi olan insan heç bir zaman pulum yoxdur deməz, pulum çatmır deməz və adətən pulum yoxdur sözünə utanar dilinə gətirməkdə. Amma kasıb insan qıtlıq bilinci pulum yoxdur, çatmır, olmur deyir. Və bu qıtlıq enerjisi daim uşaqlara keçdiyinə görə, o uşaq öz enerjisini böyümədiyinə görə, valideyn o düşüncədən çıxmadığına görə uşaqlar öz yaşına uyğun həyat yaşamırlar. Həmin valideyn də deyir ki, mən uşağımı istəmirəm, yəni uşaq kimi böyüsün. Uşaq kimi böyüməlidir ki, yetkinləşsin. Hər bir şeyin etapı var, hər bir yaşın etapı var. İnsan bunları doya-doya gedəndə, məsələn, baxırsan ki, 3 yaşlı, 5 yaşlı uşaq pul bilincindədir. Nəysə də, bu valideynin düşüncəsi nədirsə, uşağın da düşüncəsi odur. Və biz bunu dəyişmək üçün terapiya almalıyıq. Terapiya almırıqsa,